Yurd FM'de Radyo Vekil. Axşamınız xeyirli olsun. Radyo Vəkil proqramı həftənin ilk iş gününün sonuna yaxın bir vaxtda hər birinizi salamlayır. Sizinlə mən Xəyal Orucoğludur və düz bir saat ərzində sizinlə söhbət olacaq və qeyd edim ki, bu müddət ərzində bugün də sizi maraqlandıran hüquqla bağlı sualları cavablandıracaq və sizi də maraqlandıran məsələlər varsa öz suallarınızı bizə ünvanlaya bilərsiniz. Bunun üçün nömrələrimiz açıqdır və əlbəttə ki, bugün də vəkil qonağımız var. Sizi və bizi maraqlandıran məsələlərə aydınlıq gətirəcək və bunun üçün 099 6 907 907 WhatsApp nömrəsinə öz suallarınızı yazılı formada yazıb göndərə bilərsiniz. Əvvəlcə vəkil qonağımızı sizə təqdim edim, daha sonra mövzumuza keçid alacağıq. Həmçinin bugün həmişə olduğu kimi danışacağımız məsələ də var. Vəkillər kollegiyasının üzvü Ramil İsayev bugün bizim qonağımızdır. Xoş gəlmisiniz, salamlayırıq sizi. Mən də sizi salamlayıram, xoş gördük yerinizi və təşəkkür edirəm ki, mənə dəvət elədiniz. Açığı gözləmirdim. Özüm də qulaq asırdım sizə. Siz mənə zəng gələndə biraz təəccübləndim. Və sizə də öz minnətdarlığımı bildirmək istəyirəm. Nəyə görə? Həqiqətən də bugün Azərbaycan media məkanında bu cür maarifləndirici verilişlərə ehtiyac var. Və siz də çox nadir verilişlərdənsiniz ki, vətəndaşlarımızı maarifləndirmək yönündə çox böyük bir iş görürsünüz həqiqətən də. Təşəkkür edirik. Hüquq deməli aləmində, belə deyək də, hüquq sahəsində vətəndaşlarımızın çox ciddi problemləri var. Ən böyük ciddi problemlərindən biri də vətəndaşların öz şikayətini düzgün formada hətta vəkilə çatdırmaması kimi bir problemi də var. Bəli. Vətəndaşlarımız hüquqlarını bilmirlər. Təbii ki, bilməli də deyirlər. Bunun üçün biz varıq. Çünki xəstələndə həkimin yanına necə gediriksə də, hüquqi problemlərimiz də onda vəkilin yanına gedirik. Doğrudur. Amma o qədər ciddi problemlər var ki, həqiqətən də belə maarifləndirici verilişlərə çox böyük ehtiyac var. Yəni, vətəndaşlar hətta hara və necə müraciət edəcəklərini də bilmirlər. Bəli, onun üçün də elə bu müraciətləri hansı formada, necə etmək olar və yaxud da ki, hardan başlamaq lazımdır. Bax, bunun üçün Radyo Vəkil proqramının sizin sözünüzə qüvvət. Biz ərsəyə gətirdik ki, insanlarımız maariflənməsi istiqamətində bir addım ataq. Onlar eləcə də həm özümüz, həm vətəndaşlarımız, həm bizi dinləyənlər nəyi necə etmək olar, sənədləşmə məsələsi və yaxud da ki, hüquqla bağlı yaranan hər hansı bir problem, bunu necə aradan qaldırmaq olar? Bax, bu kimi məsələlərdə bir növ elə bu veriliş vasitəsilə də maariflənmiş olsunlar, məlumatlı olmuş olsunlar. 099 6 907 907 dediyim kimi bizim WhatsApp nömrəmizdir. Bu nömrələrdə suallarınızı yazılı formada yazın, göndərin. Səsli və yaxud da ki, zəng formasında suallar qəbul olunmur. Bu çox uzun bir vaxt aparacaq. Ona görə də biz çalışır ki, daha çox sual, daha çox məlumat təqdim edək və daha çox suala aydınlıq gətirmiş olaq vəkillərimizin dəstəyi sayəsində. Eləcə də bizi Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində də hal-hazırda canlı izləyə bilərsiniz. Canlı yayımdayıq. Oradan da suallarınızı göndərə bilərsiniz. Yazırsınız, ünvanlayırsınız. Bir də burada səsləndirib birlikdə cavabını almış oluruq. Bugün də maraqlı bir məsələyə toxunacağıq və maraqlı bir mövzunu sizinlə birlikdə müzakirə edəcəyik. Ramin bəy, bəzən olur ki, biz hansısa bir işlə bağlı, deyək ki, misal üçün ev alarkən və yaxud da ki, hansısa bir işə girərkən müəyyən bir müqavilələr imzalayırıq. Amma bir çox hallarda biz o müqaviləni imzalayarkən çox da o detallara və müəyyən bir maddələrə diqqət etmirik. Bu adətən hətta bankdan kredit götürəndə də olur bəzən. Nə bilim, bu deyək ki, MTK ilə hansı bir müqavilə işi olanda da, ev götürəndə də olur və s. məqamlarda, həyatımızın müəyyən bir hissələrində, işə girərkən və s. Bax, ümumiyyətlə, siz bir vəkil olaraq vətəndaşlarımıza nəyi tövsiyə edirsiniz? Biz müqavilə imzalayarkən nəyə diqqət etməliyik ki, sonra o müqavilə bizim öz əleyhimizə çevrilmiş olmasın? Çox gözəl sualdır. Deməli, mülki dövrənin ən əsas, belə deyək də, prinsip və ünsürlərindən biri də müqavilədir. Müqavilə insanlara öhdəlik yaradır, vəzifə verir və s. və ilaxır. Bəli. Bəzən insanlarımız sahibkarlıq kimi olsun və yaxud da ki, siz dediyiniz qaydada əmək müqavilələri kimi olsun və yaxud da MTK-lardan ev alırlar, daşınmaz əmlak, daşınar əmlak, avtomobil alqı satqısı və s. Burada biraz növbətçi imza prinsipinə gedirlər. Nədir burada? Əşin nə olacaq, imza ataq geçsin. İlk növbədə müqavilədə özlərinə aid, bu birincidir, hüquq və vəzifələri ona çox böyük diqqət yetirməlidirlər. Bu müqavilə onlar üçün hansı hüquq, vəzifələr və öhdəliklər yaradır? Əgər ödənişlə bağlıdırsa da,
ödənişi əvvəlcədən eləmək lazımdır ki, sonradan baş vermiş problemlər onlar üçün məhkəmədə və yaxud da ki, icra şöbələrində elə mediasiyanın özü olsun, onlar üçün böyük bir problem yaratmasın. Çox böyük əfsuslar olsun ki, hətta hüquqi şəxslərimiz də belə tikinti pozuntu müqavilələri bağlayarkən və digər müqavilələr bağlayarkən hər şeyin üstündən çox səthi keçirlər. Sonra isə məhkəməyə gələndə vəkildən bir möcüzə gözləyirlər. Mən buradan tamaşaçılarımıza da, dinləyicilərimizə də, hər kəsə müraciət edirəm, deyirəm ki, vəkil, mən bəzən deyirəm, pis başa düşürlər, vəkil konditer deyil. Vəkil konfet düzəltmir də heç nədən, bir kobud desək. Vəkil sizin hüquq və hüquqlarınızı müdafiə edir. Əgər sizin hüquqlarınız pozulubsa da, onu düzgün formada məhkəmədə müdafiə edir. Ona görə də siz əvvəlcədən müqavilə bağlamamışdan öncə mütləq bir şəkildə vəkilə müraciət eləmək lazımdır. Yəni bu nədir? Bu üstündən keçək, bu belə olmaz. Mən bunu eləməyəcəm, narahat olma kimi. Əgər bunu etməyəcəksə, qarşı tərəf niyə onu müqaviləyə salır? Deməli, bunun fikri var. Yəni, etməyəcəyi bir hərəkət varsa da, o müqavilədə əks olunmamalıdır. O cümlədən də hüquqi şəxslər elə buradan səslənir. Mən çox hüquqi şəxslərlə işləyirəm. İstər beynəlxalq layihələr olsun, istər tikinti layihələr olsun və s. və ilaxır. Müxtəlif tür pozisiyalar olur. Mühəndislərlə bağlı və yaxud da səthə mühəndislərlə bağlı, işçilərlə bağlı. Müqavilədə bəzən göstərir ki, məsələn, podratçının işçisi filan vaxtı filan zərəri vursa, buna cavabdehlik daşıyır. Burada bir də biraz görürsünüz ki, utopik müddəalar da var. Məsələn, mən deyəndə ki, bu olmamalıdır və mənə deyirlər ki, buna fikir verməyin, bunu onsuz da tətbiq eləmirlər. Amma sonradan işə gələndə deyirlər ki, bunu necə eləyək ki, bu bizə qarşı bir cərimə sanksiyası tətbiq olunmasın. Axı, imza atmışsan artıq. İndi bunun cavabını vermək lazımdır. Gəlsin, görün vəkil bu vəziyyətdə necə çıxsın. Çox çətinlikdir. Bax, xüsusən də bank müqavilələrində dinləyicilərimizin hansı məqama diqqət etməsi vacibdir ki, misal üçün, onlar sonra, bir də baxırsınız ki, misal üçün adam müqaviləni imzalayıb, sonra deyir ki, mənim özümün də xəbərim olub, misal üçün, bank elə bir sanksiya tətbiq edib ki, heç bu, məncə belə bir şey danışmamışlıq. Amma hansı ki, müqavilənin bəlkə də şərtində var, amma diqqət eləməyir ona. Orada əsasən faizlə və cərimə məsələləri. Bilirsiniz, bank müqavilələrində həm cərimələri var, həm də dəbbə pulu var. Dəbbə pulu və cərimə tamamilə ayrı-ayrı anlayışlardır. Misal üçün, mən Gürcüstanda işləyərkən, orada bir beynəlxalq layihə vardı. Orada 2 dənə beynəlxalq layihə bitirdik. Misal üçün, bizim bir Azərbaycanlı soydaşımız, bankın adını çəkmək olar, yoxsa... Prinsipcə çək edə bilərsiniz, buyurun. Gürcüstanda məşhur bir bank var, TBC bankdır. Gəlib, adi bir qaydada kredit alıb, orada kredit ofisiyerlə danışanda, kredit ofisiyer bundan çox üstü örtülü şəkildə hər bir şeyi izah eləyib və artıq 3 gün gecikməsi olub. Öz iradəsindən asılı olmayaraq. Adam xaricdə olub, ödəyə bilməyib. Və ona elə cərimələr gəlmişdi ki, adam gəldi ki, bəs belə-belədir, məni cəriməliyiblər, sən hüquqşünasın, mənə kömək edir, biraz da hüquqi yazım var. Dedim, müqavilə hanı? Müqaviləni gətirdi və həmin müqavilədə o faizlər və cərimələr çox açıq-aşkar şəkildə göstərilmişdi, adam da imza atmışdı. Deyirəm ki, sən bu öhdəliyi öz üzərinə götürmüsən, indi biz bunu necə eləyək? Deyir, axı, mən danışdım onunla, o mənə belə bir şey demədi. Nə deməlidir ki? Yəni, mən bir daha deyirəm, kimlənsə müqaviləyə bağlayanda, şifahi qaydada, bilirsiniz, müqavilə bağlansa, ondan öncəki danışıqlar artıq öz qüvvəsini itirir. Bəli. Bu bir mənalıdır. Çox vaxtı hətta onu müqavilələrə də salırlar. Ki, bundan öncəki bütün danışıqlar, yazışmalar və s. öz qüvvəsini itirmiş hesab olunur bu müqavilə imzalandıqdan sonra. Ona görə də bir daha diqqətlə fikir vermək lazımdır cərimələr, dəbbə pulu, faizlər məsələsinə. Bir də xərc. Orada bir də sığorta xərcləri də olur və s. və ilax və vətəndaş vaxtı deyir ki, mən nə oldu elə, mən bu qədər elə pul aldım, bu qədər qaytarası olacam indi. Və sonra da onun üçün belə acı bir sürpriz olur. Özü də istənmədən belə bir çətin vəziyyətə düşür. Dinləyicilərimizdən gələn suallar da var. Bu arada sizin də suallarınız varsa yaza bilərsiniz. 099 907 907 WhatsApp nömrəmizdir bizim. Bizə ünvanlanan sualları bugün Ramin İsayev cavablandıracaq. Vəkillər Kollegiyasının üzvü və qeyd edim ki, mülki məsələlərlə bağlı, eyni zamanda ailə münasibətlərlə bağlı və s. bu qəbildən olan sualları bizə ünvanlaya bilərsiniz. Dinləyicilərimizdən gələn fərqli suallar var. Bir sual belədir ki, deyir, deməli, mən xidməti maşınla qəza törətmişəm və
indi deyir bu sual tam olaraq yazılmayıb deyə biraz oxumaqda çətinlik çəkirəm. Digər sualı keçid alacağım. Deyir 18-də axırıncı məhkəmədir. Məhkəmədə mənə qarşı tərəflə barışsa, yəni ailə münasibətlərlə bağlı olan bir münasibətdir. Nigah pozulmaz ki, deyir sonuncu məhkəmə ayın 18-dədir. Belə olan halda deyir qarşı tərəf sonuncu məhkəmədə mənlə barışsa nigah pozulmaz ki, yəni. Deməli mən vətəndaşa ümumiyyətlə məsləhət görərdim ki, məhkəmə prosesinin gedişatında hakim onsuz tərəflərə məhkəmədən kənar mübahisələrin həllini və mediasiyada həll olunmasını təklif irəli sürür. Bəli. Mən vətəndaşa ümumiyyətlə təklif eləyərdim ki, mediasiya institutu bizdə bir gənc bir institutdur. Amma kifayət qədər bir böyük bir uğurları da var. Bəli. Mən vətəndaşa müraciət görərdim ki, onlar işi müvəqqəti belə 18-nə qədər geçsinlər mediasiyada bir saziş bağlasınlar və onu məhkəməyə təqdim etsinlər. Bəli, tərəflər barışsa, iddianı geri götürsə və ya da iddiadan imtina eləsə, nigah pozulmayacaq. Bəli. Amma hər bir halda mən daha etibarlı olması üçün vətəndaşa belə bir məsləhət görərdim ki, mediasiyada bir baş vursunlar hər bir halda. Çünki bilirsiniz, barışırlar, sonra təzədən gələn hansısa problemlər olur. O problemlər olmasın deyə vətəndaşla barışanda orada hər bir başqa şərtləri də orada sazişdə razılaşdıra bilərlər. Geçsinlər mediasiya, razılaşdırsınlar hər bir şərtlərini və onu məhkəməyə versinlər. Məhkəmə də xüsusi icraat qaydasında həmin belə deyə sazişi tanıyacaqdır. Aydındır. Bir sualda səsləndirib keçid alacağım reklam blokuna, amma sosial media hesabından yazılan sualları ilə reklam arasında da səsləndirib cavabını almağa çalışacağıq. Və deyir, mənim dostum mənim adıma ev alıb, indi istəyir ki, evi öz adına keçirsin. Və deyirlər ki, məbləğ göstərsin. Ancaq bizdə dedir o qədər məbləğ yoxdur, necə etmək olar? Bunu əvvəlcədən fikirləşmək lazımdır. Bilirsiniz ki, belə deyək də, vergi qanunvericiliyi çox sərtdir bizdə. Təbii ki, orada aşağı məbləğ göstərəndə vergidən yayma halı kimi qiymətləndiriləcəkdir. Amma bu hal baş verməsində mütləq qaydadır ki, notarial qaydada alqı-satqıya gedəndə o məbləğ mütləq qaydadır ki, dövrəsi görsənməlidir. Yəni bunun başqa çıxış yolu yoxdur. Yəni bağışlama edə bilməsə, qohum deyirlərsə? Birinci dərəcəli qohum olmalıdır. Yəni bağışlanmanın özü də artıq vergidən yayınma sayılır. Yəni əgər bunun qanunvericilikdə bir məhdudiyyət varmı ümumiyyətlə? Belə deyək, əslində qalsa yoxdur. İstənilən şəxsə bir bağışlaya bilər. Amma sabahların vergi belə deyək də istintaqçıları bunu artıq vergidən yayınma kimi qiymətləndirəcəklər və mən hesab edirəm ki, həqiqətən də düz eləyirlər. Çünki indi məni qınamasınlar. Çünki bir çox hallarda belə bir hadisələr həqiqətən də olubdur. Bu variantdan yəni vergidən yayınma var? Bəli, var. Yəni belə deyək də, əgər avtomobil alqı-satqısını etibarnamə ilə edirlərsə də, bəli. Yəni bu da bir nonsensdir. Etibarnaməni verir. Soruşam ki, maşını aldın, deyir, hə aldım. Nə ilə deyir, etibarnaməm. Adama baş salamam ki, qardaş, bu etibarnamə sənə bunu etibar edib əmlakını. İstənilən vaxt gedib bunu ləğv eləyə bilər. Onda neynəcəksən? Doğrudur. Doğrudur, amma az əvvəl mövzumuza uyğun olaraq da müqavilə məsələsində də bax, bu kimi məsələlər var ki, bunun özü də ayrıca bir problemdir. Sonra özümüz öz əlimizlə özümüzə bir növ iş açmış oluruq. Bəli. Reklamlar olacaq. Reklamlar radiodadır, amma bizi sosial mediada izləyən izləyicilərimiz üçün oradan da sualları cavablandırmağa çalışacağıq. 099 907 907 WhatsApp nömrəsindən gələn suallar var. Hamısına vaxt ayırıb birlikdə cavab almağa çalışacağım. Odur ki, siz sualları göndərin, qısa bir aradan sonra qayıdırıq. Devam edir. Reklamlar bitdi və biz qayıtdıq, gəldik ki, sizin suallarınızı cavablandıraq. Suallarınız varsa bizi ünvanlaya bilərsiniz. Gələn suallar var. Sosial şəbəkələrdən gələn suallar da ilə reklam arasında da çalışdıq ki, cavablandıraq və birlikdə cavabını almış olaq. Ramil İsayev bugün bizim vəkil qonağımızdır. Sizin və bizim suallarımızı cavablandırır və bələdiyyə sənədləri ilə bağlı, bələdiyyə bir torpaqla bağlı 2 sənəd verə bilərmi? Belə bir sual vardı. Ramil bəy onun cavabını bizə deyirdi. Davam eləyək. Bir daha qeyd edirəm. Əvvəldən də qeyd edim, tamaşaçılarımız da eşitsin. Bələdiyyələrin deməli inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir. Bəli. Bundan başqa bələdiyyələrin inzibati nəzarəti həyata keçirilməsi haqqında qanun var. Həmin qanunun 6-cı maddəsinə əsasən orada sənədlərin siyahısı göstərilib ki, hansı sənədlər 3 iş günü ərzində, əvvəl 30 idi, sonra oldu 15, indi 3 iş günü ərzindədir. Sənədlər təqdim olmalıdır mütləq Ədliyyə Nazirliyinə. Bunların içərisində həmin o torpaq sənədlərindən bağlı qərarlar. Biz ki, bələdiyyə kollegial orqandır və qərarları kollegial qəbul eləməlidir. Bəli. Əgər həmin torpaq sahəsinin ayrılmasından bağlı Ədliyyə Nazirliyində sənəd yoxdursa da, həmin iclas barəsində protokol və qərar hissəsi
deməli o iclas keçirilməyibdi. Hı -hı. Bir daha qeyd edirəm. Bəzən arxiv arayışlarında məhkəmələrdə deyirlər ki, bax mənim arxiv arayışım var. Bəli. O mötəbər sübut deyil. Çünki yenə deyirəm, arxiv idarəsi bir müəyyən ödəniş əsasında fəaliyyət göstərən bir qurumdur. Siz ona ödəniş edirsiniz, o gəlsin sənədləri götürür və mühafizəsini təşkil edir, arxivləşdirir. Aha. Arxiv idarəsi baxmır, bu sənəd nə qədər düzdür, səhvdir, geri tarix nəmi verilib və s. və ilə axır. Aydındır. Bəzən görürsünüz bir negativ hallar olur, geri tarixlə sənəd verirlər və onu da göndərirlər arxivə. Mütləq qaydadır ki, vətəndaşlar mübahisə eləməmişdən öncə özləri də, yəni sivil qaydada Ədliyyə Nazirliyinin müraciət etsinlər və torpaq sahəsinin ayrılmasından bağlı qərarlarının nüsxəsinin, protokolunun Ədliyyə Nazirliyində olub olmaması barədə bir məlumat alsınlar. Məhkəmədə ən əsas sübut da məhz o sənəd sayılır. İndi təsəvvürünüzə gətirin ki, vətəndaşın birində var, birində yoxdur. Düzdür, yenə də mübahisə davam edəcək, məhkəmə gedəcəklər falan beş məkan, yəni mənasız bir yerdə. Amma mən buradan elə mən öz vəkil həmkarlarıma da səslənirəm ki, yaxşı olar ki, bu qayda ilə getsinlər. Çünki mən özüm də bələdiyyədə çalışmışam və bilirəm, iş fəaliyyətimi oradan başlamışam. Arxiv sənədi mötəbər sənəd deyil. Həm də orada sonra ekspertiya təyin olunacaq, mən bunu da deyim ki, həmin bələdiyyənin, həmin torpaq sahəsinin ayrılmasından bağlı ümumiyyətlə sərəncam vermək hüququ var idi mi? Bu məsələdə çox böyük diqqət yetirmək lazımdır. Çünki biz də görürük ki, bələdiyyələr öz ərazi vahidinin kənarda da sərəncam verirlər. Qərar verirlər. Sərəncam yox, qərar verirlər. Qərar verirlər, amma sonra baxırsınız ki, o kağız parçaşıymış, heç nəyə yaramır. Vətəndaşlarımız burada da səhv edirlər. Mütləq qaydadır ki, bələdiyyəyə müraciət edəndə, əgər torpaq sahəsi alırlarsa da, düzdüyünü dayandırılıbdır Bakı şəhər ərazisində və yaxud da indi alqı-satqı edirlərsə də, mütləq qaydadır ki, vəkilə müraciət etsinlər ki, siz vəkilin işi əslində qalsın burada başlayır. Sonra aldanmasınlar. Vəkilin işi əslində qalsın burada başlayır. Məhkəmə getməlidir, bəli. Vəkil burada işini görməlidir ki, sonra problem olmasın. Sonra problem olmasın. Aydındır. Digər suallarımız da var. Deməli, bir dinləyicimiz yazıb ki, arada razılaşma yolu ilə 3 nəfərin imzası olmaq şərti ilə, yəni rəsmi qaydada yox, notarial qaydada yox, belə deyək, arada razılaşma yolu ilə imzalanmış bir müqavilə məhkəmədə nə kimi qiymətə və qüvvəyə malikdir? Mülki məsələdir. İş mülki məsələdir. Buyurun. Belə deyək də, əgər heç bir baxır hansı formada bağlanılıb, nə barəsində bağlanıb və s. və ilə axır. Məndə bu saat bir iş var. Deməli, vətəndaşlar 2 dənə müqavilə bağlayıblar. Biri notarialdır, biri öz aralarında bağlayıblar. Əgər bu halda, belə deyək də, vətəndaşların əlində başqa bir rəsmi sənəd yoxdursa da, məhkəmədə bu yalnız sübut kimi qəbul olunacaq bu, istər-istəməz. Çünki vətəndaşlar imzası var. Ekspertiya da gedə bilər, baxa bilərlər ki, bu kimin xəttidir, kimin imzasıdır və s. və ilə axır. Əgər başqa bir sənəd yoxdursa da, məhkəmə məcburan onu sübut kimi qəbul edəcək. Aydındır. Yəni başqa variant yoxdur. Mülki məsələdir, bəli. Yenə baxır nə ilə bağlıdır. İşin detallarına baxmaq lazımdır. Aydındır. Digər sualımız var. Deyir, evin satılmasına evdəkilər razı oldular. Amma evimi hələ satmamışamsa, onlar razılığını geri götürə bilərlərmi? Razı oldular, nə formada razı oldular? Şifahi qaydada mı, yoxsa getdilər ərzəyə mi yazdılar? Burada da bilirsiniz, qanunda bez boşluq var. Mən nəyə görə deyirəm? Mülkiyyət toxunulmazdır. Bu ana qanundan qorunur. Və mülkiyyət üzərində sərəncam vermək hüququ mülkiyyətçinin özünə məxsusdur. Notariat hərəkətlərin aparılması haqqında təlimatda mütləq qeyd olunur ki, evdə qeydiyyatda olan şəxslər razılıq verilməlidir. Bir də görürsünüz ki, evdə qeydiyyatda olan şəxs var, amma orada illərdir yaşamır. Bəli. İndi mən də avtomatik sual verirəm, bax, belə sizin özünüzə ali təhsil adamsınız. Mən sizin evinizdə qeydiyyatdayam, mən sizin evinizin satılmasına razılıq verirəm. Bu nə dərəcədə doğrudur? Heç bir dərəcədə doğru deyil. Bu qanunda boşluq var. Bəli. Bu, yəni təlimat, buna kollizyon normalar deyirlər hüquqda. Ziddiyyətlər təşkil edir. Təlimat qanuna ziddiyyət təşkil edir. Bəli. Burada da vətəndaş evini satmağa gedəndə mütləq qaydadır ki, əfsuslar olsun ki, notarius onu eləməyəcək, çünki təlimatı pozmuş olacaq. Geçsinlər, elə hamısı bir yerdə imzalarını atsınlar və razılığını versinlər. İndi satmamışsa da o gələcəkdə demək olar ki, sayılmayacaq. Çünki artıq üstündən xeyli müddət keçibdir. Notarius çağırıb olan fikrini bir də soruşacaq. Soruşacaq yəni. Yəni bu qəbul olmuş bir normada Azərbaycanda. Aydındır. Digər bir sual var dinləyicimizdən gələn. Az əvvəlki sualın davamını yazıb dinləyicimiz. Deyir ki, Dövlət Yol Polisi Xidməti avtomobilində qəzaya düşmüşəm və 12
indi ay hesab eləyək bunu, deyir təqaüdü aldım. 12 ay deyək ki, Aha. təqaüdü alıb. İndi deyir təqaüdümü kəsiblər, deyirlər ki, sağalmısan. Nə etməliyəm deyir. Orada yəqin ki, vətəndaşın belə deyək də 50 ilə bağlı orada pensiya məsələsi var. Ola bilər. Orada müəyyən müddətdən sonra bir də gedib komissiya müraciət eləməlidir. Belə bir hal olub. Məsələn, mən çalışdığım işdə də var idi. Vətəndaşın kəsildi və mən vətəndaş gəldi mənim yanıma ki, mən sizin əməkdaş olmuşam belə. Mən məsləhət gördüm ki, get komissiyadan bir də keç ki, komissiyadan keçdi və onu belə deyək də 50 bir də bərpa olundu. Belə hallar olur. Əfsuslar olsun ki, olur. İndi bürokratik tədbirdirmi, nədirmi? Bunu bilməm necə adlandıraq, amma belə hallar baş verir. Bir digər maraqlı sual da var. Belə səpkili suallar olur bəzən. Deyir ki, maaşım 500 manatdır. Banka 200 manat ödəyirəm. Yerdə qalan deyir pul aliment olan bir uşağı var. Aliment deyir o uşağa görə nə qədər kəsilə bilər? Uşağın hüquqları prioritet olacaq. Siz banka getmişsiniz, o kredit müqaviləsini bağlamısınız, siz gəlirlərinizi də artıq aliment ödəmənizi də bilirdiniz. Siz bunda belə deyək də artıq aydın bir başla getmişsiniz. Uşağa ən aşağısı, yenə deyirəm, sabit pul məbləğində 260 manat kəsiləcək. Çünki uşağın hüquqları, onun həyatın sağlam şəraitdə böyüməsi və s. və axır bu hər şeydən üstün Respublikada bəli, hər şeydən üstün sayılır. Yəni bu bir mənalı belədir. Sizin aliment kredit ödəməniz heç elə bir böyük bir əhəmiyyəti yoxdur. Nə məhkəmə üçün, nə ana üçün. Hətta siz atasınız da, həm də belə deyək də, onu özünüz fikirləşməlidir ki, mən kredit götürsəm nə olacaq bunun axırı. Yəni hər bir halda, yəni uşağa 260 manat minimum ən aşağısı bəli. Hətta mən deyirəm ki, məhkəmə qərar qəbul edir ki, 500 manatın 4də 1 hissəsi kəsilsin. Mən yəni təəccüblənmərəm və hesab edirəm ki, məhkəmədə düz eləyir. Mənim subyektiv fikrimdir. Bəs yaxşı, burada bu digər məsələ var. Deyək ki, misal üçün adamın ödədiyi bir 200 manatda kredit var. Yerdə qalır 300 manat. Amma burada yenə də birinci məsələ uşaq önə çıxacaq, düzdürmü? Təbii ki. Yəni uşaqların hüquqları haqqında qanuna baxsaq biz, orada ümumi hissəsində qeyd olunan maddələrdə dövlət birmənalı uşaqların bəli hüquqlarını hər şeydən üstün tutur. Ön planda görür, bəli. Deyir ki, mənim alimenti indeksasiya etdirdim. Aprel ayından məhkəmə qərar verdi, artdı. Lakin aprel ayından digər şəxs əskik verir. Lakin icraçı bu məsələni həll etmir. Ümumiyyətlə telefonu götürmür. Mən Ədliyyə Nazirliyinə də deyir, müraciət etmişəm hətta. Deyir ki, Ədliyyə Naziri Vidadi müəllimlə də görüşdüm, söz verdi, həll edəcəm, etmədilər. Dedilər ki, məktub göndər alınmadı. Yazanda nəlim xanaları doldurub Ədliyyə Nazirinə həll etmirsə, məktub alınmır. Mən nə edim? Bununla bağlı 2 uşaq saxlayıram. Nə edə bilər? İndeksasiya ilə bağlı artım olub, amma tərəf ödəmir. Əfsuslar olsun ki, icra ilə bağlı çox böyük şikayətlər daxil olur. Onlarda da iş həddindən artıq çoxdur. Aliment məsələlərlə bağlı isə dəhşətli dərəcədədir. Mən başa düşürəm. İlk növbədə Ədliyyə deməli, icra baş idarəsinə şikayət eləmək lazımdır. İcra baş idarəsinə şikayət etdikdən sonra artıq görsəz ki, oradan da bir belə deyək də reaksiya yoxdur. Adam nazirlə görüşüb dediyinə görə. Adam nazirlə mi görüşüb? Vallahi o tərəfi yoxdur. Deyəcədim məhkəməyə şikayət versin icraçının hərəkətlərindən. Nə ola, nə deyim? İcraçı ilə bağlı, yəni icraçının hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət edə bilərmi? Təbii ki, icraçının hərəkətləri və hərəkətsizliyi barəsində şikayət verəcəksən. Amma burada mən yazanda mənə deyirlər ki, sən pis adamsan. Mən həmişə deyirəm ki, bu korrupsiya hüquq pozmaları yaradır. Yəni icraçının nə marağı var ki, bu iş icra eləmir. Maraqlı məsələdir. Amma bu halda ancaq bir yol var ki, deyirsiniz ki, ancaq məhkəməyə müraciət edə bilər. Bəli də, yəni belə deyək də, əgər icrası görürsə ki, indi yaxşı icraçılar da var, dostlarımız da var onların içərisində, məsələn, Xətayda var, Xatir bəy. İndi adını çəkdim, nümalar olmaz. Problem deyil. Xatir bəyin xətrini olar. Digər suallar da var dinləyicilərimizdən. Mən digər suallara ümumiyyətlə qısa və lakanik cavablar istəyəcəm ki, çox suallara daha çox cavab vermiş olaq. Deyir ki, məhkəmə tibb komissiyasının qərarından sonra inzibati müddətsiz əlillik verib. Bunu deyir, apellyasiya məhkəməsi ləğv edə bilərmi? İşin hallarına baxmaq lazımdır. Əgər ləğv üçün əsas varsa, apellyasiya məhkəməsi təbii ki, ləğv edəcək. Deyir ki, mən 10 ildə boşanmışam, ev mənim adımadır. Satanda yoldaşımın razılığı lazımdırmı? Qeydiyyatı da yoxdur. Əgər boşanmışsa da burada heç bir problem yoxdur. Yəni əmlak bölgüsü də olmayıbsa da. Amma sonradan belə deyim, mən bilmirəm o əmlak birgə nigah dövründəmi alınıb, birgə nigah dövründə alınmayıbmı? Boşandıqdan sonra əmlak məsələləri sizdə nə yerdə qalıb? Yenə deyirəm, biraz vətəndaşlar həmişə suallara yanıtlıq verirlər.
Bir digər maraqlı sual var. Düşünürəm ki, bu sual bir çox bəlkə də sürücülərin başına gəlib. Deyir, mənim maşınıma kredit borcuna görə məhkəmə qərarı ilə həbs qoyulmuşdu. Borcu tam ödəmişəm, məhkəmə qərar verib ki, həbs götürülsün. İcra məktub yazıb və müəyyən bir elektron formada dövlət yol polisinə deyir göndərib. Bütün sənədlərdir, əlbəəl də təqdim etmişəm həm də. Ancaq deyir, bir aydır YPX həbsi götürmür. Mən nə edə bilərəm? YPX-nin hərəkətlərindən məhkəməyə şikayət verə bilərsiniz ki, onun üzərinə öhdəlik qoysun. Çünki əlinizdə artıq hər bir sənəd var. Məhkəmənin qətnaməsini, bu Respublikanın adından çıxan qətnaməni mən hərdən belə dəhşətə gəlirəm. Məhkəmə ölkənin adından qətnamə çıxardır. Bəli. Amma onu icra eləmirlər. Yəni bu fantastikadır da bizdə. Maraqlıdır ki, siz deyir ki, bu qanun dediyimiz bir şey sayılır da, yəni məhkəmənin qərarı. Qanun yazır ki, təşkilatı hüquqi formasından asılı olmayaraq Respublika ərazisində hər bir hüquqi və fiziki şəxslər ölkə adından çıxarılmış qətnamənin qərar, məhkəmə aktlarını icrası onlar üçün məcburidir. Bəli. Amma bir də görürsünüz ki, bax belə neqativ hallar olur. Açığı mən belə şeydə bəzi emosiyalarımı saxlaya bilmirəm. Yəni bu qədərmi dövlətimizə, özümüzə hörmətimiz yoxdur, dövlətimizə də. Adam çıxır məhkəmə insanların qarşısına və deyir, Azərbaycan Respublikası adından qətnamə və ya qərardat və s. və ilə axır. Amma onu icra eləmirlər. Bəli, hansısa bir qurumda, hansısa bir yerdə. Və hansısa məmurdur, yəqin ki, belə deyək də, özlərinə çox böyük bir şey götürür də, belə deyək. Digər suallar da var, dinləyicilərimizdən gələn suallar var, deyir, deməli, fərqli suallar gəlib və fərqli məsələlərlə bağlı suallar. Notarsda deyir, alqı-satqı pulu alan şəxsin yerinə etibarnamə ilə başqası alırsa, bu düzgündürmü? Notarsda alqı-satqının pulunu alan şəxsin yerinə... Etibarnamə ilə təmsil olunma hüququ var. Yəqin ki, belə deyək də, məsələn, biz belə hüquqşünaslar və belə deyək, vəkillər də özümüz də təmsil olunuruq, hüquqi şəxsi təmsil edir və s. və ilə. Orada elə bir mən problem görmürəm. Digər bir sual var. Deyir, 2 mənzil anamın adanağı MTVK müqaviləsidir, ikisi də çıxarış almağım üçün, çünki MTK deyir çıxarış verməyib hələ, çıxarış alınmayıb hələ. Anam deyir, sabah başına nəsə gəlsə, bir mənzil bacılarıma, birini isə mənə vermək istəyir. MTK-dan müqaviləni dəyişmək və o deyir, necə başa gəlir, ümumiyyətlə bahadımı, oformleniyanı deyir, bunu soruşur birinci. Bacımın deyir, biri xaricdə yaşayır. Onların adına mənzil mümkündürmü? Adına verilən mənzil 2 otaqdır, böyükdür, anamla razılaşdırılıb, mənə verilən 1 otaqdır. Mənə olan mənzildən imtina üçün bacılarımın da Bakıya gəlmələri çətin ola bilər. Böyük olan mənzili bacılarımın adına necə keçirmək olar? Anam bağışlanma versə və mən imtina notariusda etsəm, bacılarımın adına keçərmi? Bəli, buyurun. Burada məsələ belədir da. MTK-larla bağlı ümumiyyətlə müqavilənin dəyişdirilməsi və onlar tərəfindən, MTK tərəfindən tələb olunan haqlar nə əsasda tələb olunur, mən hələ də bu günə kimi bilmirəm. Müqavilə bağlanılıb vətəndaşla. Vətəndaş gəlir deyir ki, xahiş edirəm mənim müqaviləmi dəyiş, filan kəsin adını sal. Burada hansı prosesdə baş verir ki, MTK bunlardan pul tələb edir? Və hətta əlavə pul üzərində bunu müqavilənin özünə daxil edir ki, dəyişdirəşi olsanız... Əgər müqavilənin şərtində varsa da, o başqa məsələ. Amma əgər adi qayda vətəndaş gəlir ki, deyir ki, qardaş, mən səndən ev almışam, bax, pulu da vermişəm, amma xahiş edirəm müqaviləni dəyiş oğlunun adına. Burada da o vətəndaş sual verəcək ki, nə qədər pul çıxacaq? Bilirsiniz, bu dövlət rüsumundan falanla tənzimlənən bir şey olmadığına görə və hər MTK da özünün ağlına gələn qiyməti dediyinə görə biz bu suala cavab verməyə çətinlik çəkirik. O ki, qaldı bacısının adına keçilməsindən bağlı. Yaxşı olar ki, bacısı vətəndaşın etibarnamə versin və həmin etibarnamə əsasında çıxış edən şəxs elə həmin bacısının adında evi keçsin. Yəni başqa cür mümkün deyil, əgər xahişləci gələ bilmirsə də. Aydındır. Digər bir sual var dinləyicilərimizdən gələn. Deməli, deyir ki, Rusiya vətəndaşı ata evindən vərəsə kimi pay tələb edə bilərmi? Ata vəfat edib. Elə bilər. Fərqi yoxdur vətəndaşı da. Vərəsə oğludur da. Bəli. Boşanmada uşaq deyir 18 yaşın içindədir. Uşağı dindirmədən aliment kəsilə bilər və ata tərəfindən. Yəni dindirmək deyəkən nədir? Bilmirəm, 18 yaşı varsa nə? 18 yaşı varsa da artıq aliment də düşməyəcək. Əgər 18 yaş tamam olubsa da. Dindirmək də deyəndə ki, belə deyək də, məsələn, mən özüm şəxsən deyirəm, subyektiv fikrimdir. Əgər 18 yaşın tamam olmasına az qalıbsa da, onun üçün atanın yanına qalmasının yanında
məhkəmə fikrini soruşmur. Mən hakim olsam soruşmaram. Yəni onsuz da bir neçə aydan sonra bu Öz ayağına duran adamdır. Gəlib atasının da yanında qalacaq, anasının da yanında qalacaq. Aydındır. Yəni qərar özü verəcək. Mən deyir ikinci qrup əliləm, özüm də dövlət qulluqçusuyam. 70C maddəsi ilə işdən çıxarıblar məni, səhhətimlə bağlı bu nə dərəcədə doğrudur? Səhhətinizlə bağlı 70C ilə çıxarıbsa tamamilə qanunsuzdur. Və vətəndaş bilirsiniz ki, bununla bağlı iddia müddətləri 1 aydır. Bəli. Tez bir zamanda mediasiya müraciət eləsin. Çünki bu tip işlərdə bilirsiniz ki, məcburidir mediasiya. Ondan sonra da vəkilə müraciət eləsin və həmin əmrin ləğv olunmasını tələb eləsin. Amma gərək müddəti ötürməsin, düzdürmü? 1 aydır bu. 1 ayda. Bəli. Deyir ki, dediyiniz az əvvəlki o qanundakı boşluqları, məsələn, notariusun təlimatı başqa, qanunvericilikdə başqa. Deyir ki, bunun üçün deyir, necə deyir, bunu məsələni deyir, aradan götürək. 5000 şikayət imzası toplasam bu qərarı, bu qanunu. Yox. Yəni, ümumiyyətlə, belə deyək də, 20.000 imza toplanmalıdır ki, Milli Məclisə bəli çıxarsın. 20.000 imzanı toplaya bilirsə də buyursun vətəndaş. Petisiya zat gələk, hardasa başlanaq kimi imza olsun ki. Yəni, bu həqiqətən də, belə deyək də, mən şəxsən bunu normal bir hal kimi qəbul eləmirəm də. Belə deyək, mənim hər hansı bir qohumum rayonda yaşayır, amma mənim evimdə qeydiyyatdadır, mən evimi satanda onda icazə almalıyam. Təsəvvürünüzü gətirin ki, o da icazə verilməsə, mən məcbur qaydada polisə yazmalıyam ki, xahiş edirəm bunu qeyddən çıxardın. O mənə imtina verəcək. Mən də gələcəm inzibati məhkəməyə. İnzibati məhkəmədə də bilirsiniz ki, müddət anlayışı yoxdur. Proses nə qədər çəkəcək bilmirəm. Bu da getdi də, yəni. Getdi, bəli. Vaxta getdi, sonra da nəticə nə olacaq, o da biraz sual altındadır. Deyir, bələdiyyə sənədli, deməli, çıxarışı olmayan etibarnamə ilə alınan torpağı necə adıma keçirə bilərəm? Yəni, etibarnamə ilə almaq, bu, özünüz bir sualı cavab verin. Etibarnamə ilə almaq. Bu alınmayıb. Bu alınmayıb. Sadəcə sizə etibar olunubdur. Hələ torpaq da bələdiyyə, sən torpaq da bələdiyyə torpağıdır. İndi bilinmir o qərar da qanuni verilib, yoxsa qanunsuz verilib, onu da bilinmir. Bilirsiniz, yəni. Etibarnamə ilə yaxşı olardı ki, vətəndaşlar geçsinlər bax bu tip hallarda bələdiyyəyə və desinlər ki, hörmətli bələdiyyə sədri və yaxud da hansı komissiyanın sədri, siz falan tarixdə, falan sayılı qərarla bu torpağı satmışsınız vətəndaşa. Bəli. İndi mən alqı-satqıya gedirəm. Əgər notarius bunu təsdiq eləmirsə, belə bir praktikada olubdur bələdiyyədə. Xahiş edirəm, qərarda dəyişiklik edin, mənim adımı salın. Bu daha biraz belə deyək də ağlabatandır. Belə praktikada olubdur əvvəllər. Ki, vətəndaşlar gəliblər, xahiş edirlər ki, bax biz razılaşmışıq, indi aramızda da alqı-satqı var, xahiş edirəm bu qərarda dəyişiklik edin, mənim adımı salın. Bəli. Bir digər sual var, Ramin bəy, deməli deyir ki, əlilə verilən evə çıxarış verilməyib, artıq 16-cı ildir. Sualım odur ki, bu evə necə və hansı formada çıxarış ala bilərəm? Biz bir dəfə vətəndaş gəlmişdi bizim yanımıza, mən həm də mediatoram, deməli, əmlak bölgüsündən bağlı. Sənədlərə baxanda məlum oldu ki, ev dövlətə məxsusdur. Amma vətəndaş dedi ki, o evi mənə veriblər. Orada yeniden baxmaq lazımdır sənədə ki, hansı əsasla ev verilibdir? Bəlkə kiraya mı verilib dövlət tərəfindən? Əlilə ev verilib, əlil olduğuna görə deyək ki, 16 ildir də o evdə yaşayır. Aha. Amma böyük ehtimal ki, siz dediyiniz qaydadadır. Yəni evin sənədi yoxdur, ev dövlət mülkiyyətidir. Yəqin ki, orderlə verilibdir, dövlət mülkiyyətidir, bəli. Orada müraciət etməlidir ilk növbədə hansı qurum ona təqdim edibsə ona ki, xahiş edirəm, artıq belə deyək də ev mən müəyyən müddət istifadə edirəm və ilaxır. Çıxarış verilməsi üçün müvafiq müraciətlər edək. Əgər imtina versə, onda inzibati məhkəməyə vermək lazımdır. Bəli, bir də az əvvəlki sizin cavablandırdığınız sual əsasında bir sual yazıb ki, deyir, mən 2020-ci ildə etibarnamə ilə 3 sot torpaq almışam. Aha, etibarnamə ilə. Və onu deyir, sənədləşdirə bilərəmmi? Belə deyək də, həmin torpaq sahəsindən bağlı, sənədləşməklə bağlı, siz başqa adamın adına hər hansı bir hüquqi əməliyyat apara bilərsiniz, amma etibarnamədə etibar edilən şəxs siz olduğunuza görə siz öz xeyrinizə qərar verə bilmərsiniz. Qanunverici bunu deyir. Digər bir sual da var. Deyir ki, pay torpağı 1996-cı ildə verilib, 56 sot torpaq, həmin torpağın içində əlavə 4 sot torpaq da var. O torpağı bələdiyyə ala bilərmi? Yəni vətəndaşın əlindən mi ala bilərmi? Əgər bələdiyyə mülkiyyətlidirsə də bəli. Pay torpağı kimi verilibdir? 56 sot. Bəli. Onun içərisində 4 sot. 4 sot da var. Hə, deyir əlavə 4 sot necə var? Yəni əlavə 4 sot deməli vətəndaşın deyil.
Yəni deyəsən elədim. Hə. Çünki sualda belə yazılıb ki, pay torpağı 96-cı ildə verilib, 56 sot torpaq, həmin torpağın içində də əlavə 4 sot torpaq Əlavə var. 4 sot torpaq da deməli o vətəndaşın deyil. Vətəndaşın belə deyək də qeyri-qanuni istifadəsindən mi deyim və sən bilməm necə deyim. Aha. Hər bir halda yəni bələdiyyə onu ala bilər deyirsiniz. Əgər bələdiyyə mülkiyyətindədirsə də, bəli, təbii ki, bələdiyyə deyəcək ki, mənim mülkiyyətim mənə ver, qaytar mənim özümə. Aydındır. Deməli, digər suallar da var dinləyicilərimiz tərəfindən gələn suallardır. Deməli, bir sual sosial şəbəkələrdən də yazılır, amma sualların bəzisi sırf pensiya məsələsi ilə bağlıdır deyə yeri gəlmişkən sabah əlilliklə bağlı bir mövzu müzakirə edəcəyik. Bizim vəkil qonağımız olacaq. Ona görə də əlilliklə bağlı olan suallarınızı mütləq sabahları ünvanlayın ki, biz daha ətraflı şəkildə cavab verək. Amma mülki məsələlər, torpaqdır, evdir, alqı-satqıdır. Göndərin gəlsin Ramin bəy, bizim suallarımızı cavablandıracaq. Orada bizim çox yaxşı vəkillərimiz var o pensiya məsələlərindən bağlı. Bu biraz dar ixtisaslı belə deyək. Sözü buraxaq onlara. Bəli. Deyək ki, 93-cü ildə mənə bağ sahəsi ayrılıb. 93-cü ildə hasar çəkmişəm. Darvaza, kiçik bir tikinti etmişəm. Hamısı sənədlə, torpaq vergisi hər il ödəmişəm. İşıq pulunu da məhkəməyə verib çıxarış almağa mənə veriblər 189 nömrəli Bağlar İdarəsi arxivdən başqa bir sənəd çıxıb. Ona verib 85 nömrəli Bağlar İdarəsi. 33 ildən çoxdur deyir, məndədir. İstifadəmdədir. Təzə çıxan adam da özündə heç bir sənəd yoxdur. Yalnız arxiv sənədidir. Bu sənədlə necə edə bilər, nə edə bilər? Bilməm, siz tam olaraq sualı başa düşdünüz yoxsa? Mən təxmini başa düşdüm. Burada belə deyək də, məhkəməyə gedəndə bu iş, təbii məhkəmə birinci növbədə ekspertiza təyin edəcək. Torpaq sahəsinin dönmə nöqtələri, naturada üstə düşürmü sənəddə göstərilən eskiz layihə ilə yerində üstə düşürmü, bu çox vacib məsələdir ümumiyyətlə. Və həmin sənədlərdə bir də məhkəmə də özlüyündə araşdıracaq. Bəli. Məhz ondan sonra artıq qərar veriləcək ki, vəziyyət nə yerdədir. Amma sizin 30 ildir istifadənizlərdirsə də və vətəndaş birdən-birə gəlib belə peyda olmaları olur, bizdə əfsuslar olsun ki. Bəli, təəssüf ki. Çox təəssüf ki. Amma mən inanmıram ki, belə deyək də, həmin o sənədlə vətəndaş nəsə bir şey əldə edə bilsin. Əgər sizə verilən torpaq sahəsindən, eskiz layihəsindən yerində olan torpaq sahəsi üst-üstə düşəcəksə də, orada belə işlərimiz çox olub, əslində qalsa. Yəni, uğur əldə eləmişik. Mənim müsaad icraatımda bir iş var, onunla bağlı. Azacıq bir, belə deyək də, nüansı oldu orada, azacıq üstə düşmədi. Amma buna baxmayaraq məhkəmə onun üzərindən də keçdi. Yəni, belə deyək. Çünki xəritələr çox dəyişdi bizdə. Bəli. 3 dəfə xəritələr dəyişibdi. Sürüşmələr də çox olub həddindən qarşı. Həddindən çox. Bu da başqa bir problemdir ümumiyyətlə bizdə. Təəssüf ki. İnandırım sizi, qonşu ölkə Gürcüstan amnistiya elan elədi və 2 il ərzində bütün torpaqları, əmlakları hamısının çıxarışını verdilər, qutardılar. Bizdə hələ də bitmir daha. Hələ də bitmir, təəssüf ki. Bir sualda deyəcəm, keçid alacaq reklam arasında. Yeri gəlmişkən reklamda belə sosial mediadan gələn sualları cavablandıracağım. Odur ki, narahat olmasın dinləyicilərimiz. Deyir ki, mən nikah dövründə atadan qalma evi, yəni ev atadan qalıb, evi deyir satıb başqa bir ev almışam. İndi deyir boşanıram. Bax, o ev bölünə bilərmi? Siz artıq bunu almışsınızsa da, atadan o pulla başqa bir ev almışsa da birgə nikah dövründə əldə olmuş belə deyək də. Artıq pulun hardan gəldiyinin elə bir önəmi yoxdur. Başa düşdünüz nə demək istəyirəm? Bəli. Birgə nikah dövründə alınmış sayılacaq. Bəli, birgə nikah dövründə alınmış sayılacaq. Yəni bunu sən işdən mi qazanmısan, yoxsa sənə hardansa nənəndən mi, babandan mı bir səbəb miras mı qalıb, onun pulla mı alınmışsansa da onun da heç bir fərqi yoxdur. Artıq birgə nikah dövründə alınıbsa da siz əlq bağlanmışsınız, getmişsiniz, almışsınız, boşanmada o artıq bir müzakirə mövzusu olacaq. Mübahisə predmeti olacaq. Bəli. Reklam arası olacaq. Reklamlara radioda keçid alırıq, amma Vaxt Medianın TikTok səhifəsindən ayrılmırsınız. Orada sualları reklam arasında da cavablandıracağım. Odur ki, qulağınız bizdə olsun. Kaldığımız yerdən davam edirsiniz. Radyo Vəkil proqramını dinləyirsiniz. 90.7 FM dalğasında, eləcə də bizi hal-hazırda qeyd edim ki, sosial şəbəkələrdə izləyən izləyicilərimiz də var. Onların da suallarını cavablandırırıq. Ramin İsayev bugün bizim vəkil qonağımızdır. Sizi və bizi maraqlandıran məsələləri, sualları cavablandırır. Dinləyicilərimizdən və izləyicilərimizdən gələn sual var. Deyir, yoldaşım rəhmətə gedib pensiya alırdı. 2 ay idi. Mən deyir, heç bir gəlir yerim yoxdur. Tək yaşayıram. Uşaqlar mənlə yaşamır. Yoldaşımın pensiyası mənə keçmək üçün nə etməliyəm ki, heç kimə möhtac olmayım. Hazırda 51 yaşı var. Getsin dost mərkəzinə, ölüm kağızıdır, vəfq sənədləri götürsün, müraciət eləsin, onlar kömək eləyəcəklər. Və bildiyim qədər hətta xanım
65 yaşına çatanda böyük Bəli. mal ki, onda veriləcək, düzdürmü? Bəli. Yəni özünün pensiya yaşı çatanda. Hələ ki belə deyək də 51 yaş dedi. Sən Bəli. o tamamilə doğrudur. Belə deyək, artıq pensiya yaşına çatanda özünü və yaxud da həyat yoldaşını İkisindən birini seçə bilər. Seçə bilər, bəli. 2011-ci ildə torpaq almışam deyir, kadastr olunub, banka pul köçürdülüb, çıxarış ala bilərəmmi? Torpağı kimdən almısınız, hansı əsasla almısınız, bunlar da çox vacibdir. Həmin sənədləri tam toplayıb paket halında müraciət edilməsiniz. Bakı şəhərindəsə də bir saylı Bakı ərazi idarəsinə. Aha. Deməli, digər bir məsələ vardır. Asan xidmətdə tex pasportdan imtina etmək olar, hələ hazır deyil. Tex pasportdan necə imtina etmək olar? Yəni ki, yəqin ki, hazırlanması üçün müraciət ediblər. İndi də yəqin ki, imtina etmək istəyirlər. Elə bir mexanizm yoxdur axı. Aha, elə bir mexanizm yoxdur deyirsiniz. Deməli, bir maraqlı sual ünvanlayıb dinləyicimiz, amma oxuyub başa düşməyə çalışıram. Biraz Osmanlı türkçəsinin də belə o terminlərlə yazıb. Deməli, sual belədir. Deməli, dinləyicimiz yazıb ki, gəlib Azərbaycanda varlıq edilə bilirmiş, gərək parkat, gərək barınaq, nəsə almaq istəyirik, iş qurmaq üçün, yatırım etmək istəyirik və deyir, bunun üçün nə etməliyik? Gəlib deyir, yatırım yapa bilməyimiz üçün ev, arsa, ərazi, torpaq, bunun kimi nələr edə bilər? Xarici ölkə vətəndaşları? Xarici vətəndaşlara torpaq sahəsi satılmır ümumiyyətlə. Bunun üçün mən məsləhət görərdim. Bundan bağlı mənə çox müraciətlər olunur. Hüquqi şəxs açılsın Azərbaycan Respublikasının ərazisində baxır biznesin və işin təyinatına. Bundan çox şey asılıdır. Yəni birinci növbədə əlimizdə olmalıdır biznes plan. Mən xarici şirkətlərə bundan bağlı çox tövsiyələrim olub. Sağ olsunlar, orada həmişə mənim tövsiyələrimə qulaq asırlar. Xüsusən də Türkiyə Respublikasının vətəndaşları bu məsələdə ümumiyyətlə çox belə özlərinin sözü var, titizdirlər. Yəni, onlar deyək, avokatsız mən heç bir şey görməm. Həqiqətən. Düz də deyirlər əslində. Bəli. Adam bu yaxınlarda mən bir iş gördüm. Belə deyək də, meyvə tərəvəz işindən məşğuldur. Onun işini gördüm, ailəsi də gəldi bura falan 5 məkan. Deyirəm ki, sağ olun, çox sağ olun. Gələn görüşlərə deyir, mənə deyir ki, hara getsən? Deyirəm ki, mən işimi gördüm da, bəs belə. Dedi, mən burada deyir, iş yapıram. Bəli. Mən avokatsız iş görməm deyir. Həm də mənim ailəm də buradadır, siz mənim avokatım olmalısınız. Konkret sualla bağlı. Yəni, istəsələr gəlsinlər, mənlə də görüşsünlər. Biznes plan hazırlanır. Biznes plan hazırlanır, sonra biz artıq bilirik ki, biz hansı istiqamətdə iş görəcəyik. Bəli. Əgər hüquqi şəxs açılmalıdır, müraciət edirik, hüquqi şəxs açılır, vətəndaş özü təəssüsçü olur. Torpaq sahəsinin alınmasından bağlı. Əgər torpaq sahəsi almaq istəyirsə, artıq hüquqi şəxsə alınacaq. Bəli. Çünki iş görmək istəyir və torpaq sahəsi belə deyək də olmazsa olmazsa da bunun mütləq qaydadırsa da hüquqi şəxs alınacaq, hüquqi şəxsin balansında olacaq. Digər məsələlərlə bağlı artıq mərhələli şəkildə yol xəritəsi cızılır, ona uyğun. Bəli. Və həmin yol xəritəsinə uyğun olaraq da biz hərəkət edirik. Aydın. Yəni mümkündür və mümkünsüz də sayılmır. Sadəcə olaraq bunu qanuni... Bizim qanunlar əslində qalsa pis qanunlar deyil. Bəli. Sadəcə olaraq onu bilmək və riayət eləmək lazımdır. Biraz da səbirli olmaq lazımdır. Aydındır. Müddətlərlə bağlı. Deyir, əmək haqqından əlavə verilən həvəsləndirici bonuslardan gəlir vergisi tutulması qanunidirmi? Bəli, tutulmalıdır. Bütün əgər əsas maaş və əlavə maaş da verirsə, əlavə əsaslarla. Onun hamısından tutulur və sizin belə deyək də sosial sığorta, pensiya məsələlərindən onlar hamısı hesablanır. Aydındır. Deyir, bizə verilən pay torpağının sot yarımının bələdiyyə başqa adama satıb, sonra bizə yol kənarını verdi. Sual tam olaraq nədir? Deyir, yol idarəsindən gəldilər ki, bu torpaq yol idarəsinə aiddir. Mən neyniyim? Bu, bələdiyyə tərəfindən görülmüş öz başınalıq dəsinə qalsa. Vətəndaş niyə torpağı ona verirdi, razılaşırdı? Təbii ki, yol idarəsinə gəlib bizə ki, qardaş, vətəndaş anlamışsın ki, bu torpaq kimindir? Belə öz torpağı var axı, niyə verirdi? Məsələ bilsin necədir? Yəni, məsələn, əslində vətəndaşın üzərinə düşən bunu sənədləşməklə etsəydi daha yaxşı olardı ki, təbii ki, verilişin əvvələ dediyiniz kimi, müqavilə, vəkillə getməyə və s. və ilə axır. Vətəndaş burada ümumiyyətlə birini səhv edib ki, öz torpaq sahəsini bələdiyyə verib. Amma hansı əsasla verib, onu da bilmirəm. Çox güman ki, o elə belə bir anlaşma olubdur. Yəni, bələdiyyə onu ya almalıdır vətəndaşdan, qanuni şəkildə almalıdır. Yəni, mən bunu götürdüm deyə bir şey yoxdur. Yəni, rəsmi şəkildə Bəli. İndi bax, niyə bilər konkret olaraq? Vətəndaş elə qayıtsın öz torpaq sahəsindən yalıb. Qoy gəlsin, bələdiyyə onu çıxarsın gömürdə hansı əsasından çıxardacaq. Çünki pay torpaqda əlində də aktı var yəqin ki. Yəqin ki.
Deyir ki, digər suallar vardır. 10 sot həyətim var, ona çıxarış almaq istəyirəm. Onun üçün kimə müraciət edə bilərəm? 1965-ci ildə belə başa düşdüm ki, həmin ərazi bu izləyicimizə məxsusdur. Torpaq sahəsinin sizə ayrılmasıyla bağlı ilk növbədə paket sənədləri hazırlamalısınız. Kim tərəfindən ayrılıb və yaxud da alqı-satqı ilə əldə eləmisiniz və s. və ilə axır. Ondan sonra dəvət edirsiniz, deməli, daha doğrusu özünüz gedirsiniz bir saylı Bakı Ərazi İdarəsinə, rəsmi qaydada müraciət edirsiniz, onlar sizə ya hə cavabı verəcəklər, ya da imtina verəcəklər. Hə cavabı versə, artıq proses başlayacaq sizə çıxarış verilməsindən bağlı. Yox cavabı versələr, artıq siz hazırlaşırsınız Bakı İnzibati Məhkəməsinin iddia qaldırılmasına. Aydındır. Bir digər sual var. Dinləyicilərimizdən gələn suallar bir xeyli çoxdur. Deyir, hakimə etiraz etdim, məhkəmə sədri rədd elədi. Bu haqda deyir, şikayət edilməz dedi. Mən bundan sonra bütün məhkəməyə etiraz edə bilərəm. Yəni məhkəməyə gedə-gedə. Hakimə etirazdan söhbət gedir. Artıq məhkəmə sədri ona münasibət bildiribsə də, yəni artıq bitdi məsələ. Aydındır. Digər bir sual var. Cəllabaddan dinləyicimiz yazıb ki, 18 yaşı tamam oldu, birinci qrup verildi. Tam olaraq nə qədər pul verilməlidir? Yəqin ki, əlilliklə bağlıdır, amma burada yəqin ki, əlilliyin təyinatı məsələsi. Bəli, o belə sabahları bu sualı siz mənə göndərin zəhmət olmasa, onu daha detallı və konkret olaraq xəstəlik nədən ibarətdir? Bax, onu da yazın zəhmət olmasa ki, cavablandıraq. Sabah sırf əlilliklə bağlı bizim sualımız, daha doğrusu mövzumuz olacaq. Siz yazın göndərin, biz də burada cavablandıraq. Bilməm, bir dinləyicimiz də bizim deyəsən ingiliscəmizi yoxlamaq istəyib, sual ingiliscə göndərib. 2025-ci ilin oktyabrında deyir, qonşudan qaraj aldım. Sonuncu sualdır bu. Əvəzinə deyir, 5000 manat verdim. 2026-cı ilin yanvarın 1-də qaraj söküldü. Mən ev sahibindən və ya icra hakimiyyətindən geri ala bilərəmmi? Ən azından o pulumu və yaxud da ki, qaraj məsələsini necə edə bilər? Bax, belə vəziyyətdə. Sual bir də təkrarın zəmanı. 2025-ci ilin oktyabrında qonşudan qaraj aldım. Əvəzinə 5000 manat pul verdim. 2026-cı ilin yanvarının 1-də isə qaraj söküldü. Mən həmin ev sahibindən və ya icra hakimiyyətindən geri ala bilərəm o pulumu və yaxud da ki, sökülsə, belə deyək də, sizə bazar qiymətinə uyğun, əgər dövlət ehtiyacları üçün alınıbsa da həmin qaraj, bəli, bazar qiymətinə sizə pul verilməlidir. Vətəndaşdan isə, alqı-satqı etdiyiniz vətəndaşdan isə artıq əqd icra olunubdur. Alqı-satqı olunub, siz vətəndaşın pulunu vermişsiniz və siz istifadə edirsiniz. İcra hakimiyyəti gəldi, torpaq sahəsini və yaxud da sizin əmlakınızı dövlət ehtiyacı üçün alırsa da, bəli, onda bəli, o həmin qiymətləndirməlidir və sizə pul verilməlidir. Kompensasiya verilməlidir. Vəssalam. Təşəkkür edirik hər birinizə. Bizi dinlədiyiniz və izlədiyiniz üçün sizə xüsusilə təşəkkür edirəm Amin bəy. Çox sağ olun ki, ətraflı və geniş şəkildə suallarımızı cavablandırdınız. Dinləyicilərimiz yazırdı ki, belə vəkillərimiz çox olsun. Ona görə ki, düz danışırlar. Həm də belə bir nüans da vardı. Mesajlar arasında gördüm. Təşəkkür edir hər birinizə. Minnətdarıq. Bugün suallarınız qaldısa, sabah mütləq ünvanlayın. Xüsusilə də sabah mövzumuz olacaq. Əlilliklə bağlı, onun təyini ilə bağlı, təyinatı ilə bağlı vəkilimiz olacaq inşallah. Sualları cavablandıracaq. Həmin sualları sabaha saxlayın ki, birlikdə cavabını almış olaq. Bugün isə bu qədər. Radio Vəkili proqramında sizinlə mən Xəyal Orucoğlu idi. Eşidilmək ümidi ilə hələlik.